Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı Türkiyənin bir sıra qabaqcıl universitet və texnoparklarının tərəfdaşlığı ilə texnoparkların təhsildə və iqtisadi inkişafda rolu mövzusunda 3-cü beynəlxalq simpoziumun açılışı olub. Simpoziumun məqsədi texnoparkların müasir təhsil sistemində və iqtisadi inkişafda rolunu elmi əsaslarla müzakirə etmək, beynəlxalq təcrübəni bölüşmək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməkdir. İzləyək. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Texnologiyalar Parkı haqqında nümunəvi əsasnamənin təsdiq edilməsi barədə fərmanı bu sahədə dövlət siyasətinin əsas çərçivəsini müəyyən edib. Rektor qeyd edib ki, texnoparklar dünya universitetlərində geniş tətbiq olunsa da, Azərbaycan ali təhsil sistemi üçün yeni və strateji əhəmiyyət daşıyan istiqamətdir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi prioritet hesab olunur. Elbrus İsayev vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti xüsusilə qardaş Türkiyənin aparıcı universitetlərinin texnopark təcrübəsini öyrənir, bu məqsədlə qarşılıqlı səfərlər həyata keçirilib və nüfuzlu texnologiyalar parklarının fəaliyyəti ilə yerində tanışlıq olub. Simpoziumda çıxış edən Türkiyə Cümhuriyyətinin İstanbul Universiteti İqtisad Fakültəsinin dekanı professor Mahmud Cüneyt Yenigün universitetlərin dövlət, sənaye və iqtisadiyyat arasında əsas əlaqələndirici rol oynadığını bildirib. Professor texnoparkların elmi tədqiqat nəticələrinin praktik tətbiqə və iqtisadi dəyərə çevrilməsində mühüm mexanizm olduğunu qeyd edib. İstanbul Universiteti Cərrahpaşanın professoru Tülin Öztürk tip sahəsində texnoparkların roluna toxunaraq bu istiqamətdə aparılan elmi araşdırmaların innovativ məhsulların yaranmasına imkan verdiyini vurğulayıb. Tədbirdə həmçinin Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Əşrəf Ələkbərov, Düzce Universitetinin dosenti Özkan Şahin, Haran Universitetinin dosenti Hasan Bardaqçı, Tubitak Martek Texnoparkının direktor müavini Deniz Yayla, Entertek İstanbul Texnoparkının direktoru Muhammed Kasapoğlu, Düzce Texnoparkının direktoru professor Rəsul Kara və Zonguldaq Texnoparkının direktoru Fərdi Kesiyoğlu'nun çıxışları dinlənilib. Simpozium öz işini bölmə iclasları ilə davam etdirib. 2021-ci ildən başlayan texnopark binaların və laboratoriyalarının 2026-cı ildə tamamlanması planlaşdırılır. Burada həm rezidentlər üçün imkanlar yaradılıb, həm tələbələrimizin öz startaplarını həyata keçirməsi üçün prototip və inkubasiya mərkəzləri, coworking mərkəzləri, ideya mərkəzləri formalaşdırılıb. Gələn il yekunlaşdırılacaq texnologiyalar parkında universitetimizdə nanotexnologiya laboratoriyasının və biotexnologiyalar laboratoriyasının tamamlanması nəzərdə tutulur və gələn ilin Naxçıvan Dövlət Universiteti üçün ən böyük strateji hədəfidir ki, biz texnologiyalar parkını tamam istifadeye verə bilək. Akademisyen kendisini geliştirecek, eski bilgiyle kalmayacak, yeni bilgiden kopmayacak. Yoksa yeni buluşlar bulmak zorunda ki geleceğin yarınımız olan gençlere yeni bilgiler öğretebilsin. Bunlar ancak teknoparklarda proje üreterek, yeni bilgiler üreterek, yeni bilgileri hoca, profesör de öğrenerek üniversitede öğrenciler öğretmesi lazım. Yalnız Naxçıvan'ın değil, esasında Azerbaycan'ın, esasında bütün bölgenin de hem ekonomik kalkınması hem gençlerin yolunun açılması için en önemli belki de adım taşlarından birinin Teknopark'ın kurulması gerektiğini misyon olarak Naxçıvan Devlet Üniversitesi planladı. Fəxriyə Səyyadova, Təxminə Babayeva, Akşin Məhərrəmov, NTV Xəbər.